kurban olum Allah'ıma. O 5 balamı veren Allah'a şükür, min şükür olsun. Uşaqlarımı da alacağım da yanıma. Onlara göre istəyirəm də. Niye biraz da dert verirsiniz siz adamlar? Niye adama teselli vermeydense? Şuram paylaşılır. İndi sen bütün o video paylaşılacağım. Bizim bütün videoları tanıyırlar, paylaşırlar. Düşmüyorsun. Sen düşmüyorsun. Niye? Burası üzüktü de. Qalıb evdə taxıram, istifadə olansın geçsin de. Başladım, qızıl değil ki satın. İstifadə olunub qalır belə artıq yer tutur. İstifadə olunub geçsin. Allah mən deyərəm meyxananə. Uşaq da bilmədi ki canlıdayım, canlıdayım. Uşağı? Vay vay ediyorsunuz, burada vay elimden var kitap şey. Hamına rozisi çörəkdən çıxsın, undan çıxsın, pis nəsələr burada. Neynirəm? İşləyirəm də əziyyət çəkirəm, əlimə baxın, əlim necə kəsilib. Əlimin içi yaralı, əziyyət məndən işləyirəm. Rəşad nə gəzir burada? Rəşad nə bilim Rəşad hardadır? Mən Rəşadın əl soruşurdu. Rəşad evində. Mən Rəşadla əlaqəm yoxdur. Ay başvurdu dedim. Siz bu eyni sözün evdə danışırsınız. Yakın program. Bura haradı bura? Bura İsmail'lidir. İsmail'li yola bastı. Yoxdur, heç açıq heç yoxdur iki taxımda həm də. İstidir də, belə nəyi taxmışıq. Taxanda taxıram, indi bugün taxmamışam da. Çox deyirsiniz də hə. Allah elə bilirsiniz, inansın, ben neçə yerdən bugün əlim yanıb. Bu tabın buxarından əlim yanıb. Əlim o gün
Göyərtidən bu dırnağımın üstü necə kəsilmişdi, Qur'ana and olsun. Bütün əti kəsilmişdi, kəsdim dırnaq kəsənlə attım. Gördüm incidir məni, bir ağlıyor. Qazanmaq, çörək qazanmaq əziyyət tələb edir. Heç kəs adamı gətirib 1 manatı elə belə vermir. Allah dedi, sənə can vermişəm, əl vermişəm, ayaq vermişəm. Ged işlə. Valla mən heç hazır yiyən olmamışam. Əziyyət çəkmişəm, ona görə də bilirəm ki, əziyyət nədir. Tek başıma əziyyət çəkmişəm. Şimdi mənə arada canlıda köməklik eləyənlər olub, sağ olsunlar. Şimdi mənə heç kəs kömək eləmir, 1 manat. Əlcək yoxdur ağzım, əlcək yoxdur. Əllərim təmizdir, əllərimi hər dəqiqə yuyuram. Mən ümumiyyətlə əlimdə bir damcı xəmir qaldı, onu yumalıyam. Yəni elə mən çörək tab yaya bilmirəm.